Gününüz aydın, hörmətli tamaşaçılar. Xoş gəlmişsiniz İqtisadi Foruma. Bu günləri neft gəlirlərini müzakirə edəcəyik. Ancaq müzakirəyə keçməzdən öncə mən istərdim ənənəvi olaraq sizə iştirakçılarımızı təqdim edim. Məndən solda Himayət xanım Rizvan qızı əyləşib. Himayət xanım Himayədar İctimai Birliyinin sədridir. Himayət xanımın solunda Azər müəllim Mehdiyev əyləşib. Azər müəllim İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədridir. Məndən sağda Qubad müəllim İbadoğlu əyləşib. Qubad müəllim İqtisadi Tədqiqatlar Mərkəzinin sədridir. Qubad müəllimin sağında Fuad müəllim Rəsulov əyləşib. Fuad müəllim müstəqil ekspertdir. Eyni zamanda Milli Büdcə Qrupunun idarə heyətinin üzvüdür. Hörmətli iştirakçılar, xoş gəlmişsiniz. İqtisadi Foruma ümid edirəm ki, bugünkü müzakirəmiz tamaşaçılar üçün maraqlı olacaq. Hörmətli tamaşaçılar, verilişin əvvəlində qeyd etdiyim kimi bu günləri neft gəlirləri ətrafında söhbət aparacağıq və məxsusi olaraq neft gəlirlərinin səmərəli istifadə edilməsində vətəndaş cəmiyyətinin rolunu nəzərdən keçirəcəyik. Mən verilişə istərdim bir mühüm hadisə haqqında məlumatla başlayım bu müzakirəyə. Bu hansı hadisədir? Keçən ayın iyulun ortalarında, daha dəqiq desəm, iyulun 15-də Amerika Birləşmiş Ştatlarının Senatı çox mühüm bir qərar qəbul etdi. Bu qərara əsasən Amerikanın qiymətli kağızlar Dövlət Komitəsində qeydiyyatdan keçmiş neft şirkətləri, ümumiyyətlə mədən sənayesində fəaliyyət göstərən şirkətlər işlədiyi, fəaliyyət göstərdikləri ölkələrdə əldə etdikləri qazanclar, daha doğrusu ölkənin əldə etdiyi qazanclar, yəni onların ödəmələri haqqında, şirkətlərin ödəmələri haqqında məlumatları açıqlamalıdırlar. Bir həftə bu hadisədən sonra, elə iyul ayında Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Barack Obama Wall Street İslahatları adlı bir qanunu imzaladı. Həmin, bax bu qeyd etdiyim hadisə ilə əlaqədar və demək olar ki, artıq bu qanun qüvvəyə minib və müxtəlif ölkələrdə fəaliyyətdə olan neft şirkətləri həmin ölkələrdə yerli hökumətlərə ödədikləri ödənişlər barədə açıqlamalar verməlidirlər. Bu hadisəni biz nəyə görə mühüm hadisə kimi qiymətləndirə bilərik? Azərbaycan bildiyimiz kimi 2003-cü ildən mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulub. İlk ölkələrdən olaraq, ilk 4 ölkədən olaraq, birinci 4 ölkədən olaraq Azərbaycan bu təşəbbüsə qoşulub və biz hamımız qeyd edə bilərik ki, və bunu dəfələrlə qeyd etmişik ki, Azərbaycan bugün həmin təşəbbüs üzrə liderlər sırasındadır və hətta lider də sayılır. Çünki hesabatların sayına görə bizə yaxın düşən ölkə yoxdur. Azərbaycan neft gəlirləri haqqında bugünə qədər 12 Azərbaycan hökuməti 12 hesabat açıqlayıb. Yəni Azərbaycan neft sənayesi sahəsində, neftin, qazın hasilatı, hətta artıq bu ildən qızılın hasilatı sahəsində hansı gəlirlər əldə edib, hansı istiqamətlər üzrə. Bax, bunlar artıq açıqlanır, amma bu kifayətdirmi? Bəlkə biz daha irəli getməliyik. Biz nəinki gəlirləri, eyni zamanda xərcləri də daha da şəffaf etməliyik. Düzdür, xərclər haqqında ümumi məlumatlar verilir. Hansı istiqamətlərə xərclər yönəlir, bu xərclərin həcmləri nə qədər olur, illər üzrə bildiyimiz kimi neft fondunun büdcəsi təsdiq olunur. Yəni, kifayət qədər şəffaflıq sahəsində irəliyə addımlar atılıb, amma təbii ki, vətəndaş cəmiyyətin imkanları öncə qeyd etdiyim, bax, həmin ABŞ qərarı ilə əlaqədar xeyli genişlənə bilər. Nəyə görə? Çünki artıq Azərbaycanda fəaliyyət göstərən şirkətlər, bu hansı şirkətlərdir? Məhz həmin qərarda
qeyd edildiyi kimi ABŞ-da qiymətli kağızlar komitəsində qeydiyyatdan keçmiş BP, Chevron, Statoil, ExxonMobil, Devon, Amerada Hess, Total, Royal Dutch, Shell, Conoco, BMB, yəni bütün bu şirkətlər və bunların böyük əksəriyyəti Azərbaycanda fəaliyyət göstərir və təbii ki, artıq onlar fərdi şəkildə açıqlamalar verməliyik. Bu günə qədər onların açıqlamaları aqreqatlaşdırılmış şəkildə idi, yəni ümumiləşdirilmiş şəkildə biz hamımız bilirik, onların ödədikləri vəsaitlər açıqlanırdı. Bugünkü söhbətimizin mövzusu həm bax bu qərarla əlaqəli vətəndaş cəmiyyətinin yeni əldə etdiyi imkanlar ətrafında olacaq söhbətimiz. Eyni zamanda gəlirlərin, neft gəlirlərinin səmərəliliyi haqqında müəyyən müzakirələr aparacağıq. Və mən istərdim ki, ilkin olaraq neft gəlirlərinin səmərəliliyi məsələsinə toxunaq. Səmərəlilik bu sahədə nə deməkdir? Və mən istərdim bu sualla hörmətli Azər müəllimə müraciət edeyim. Azər müəllim, neft gəlirlərinin səmərəli istifadəsi nə deməkdir? Bu səmərəlilik necə qiymətləndirilə bilər? Yəni, hansısa indikatorlar, amillər varmı? Buyurun. Ümumiyyətlə, səmərəlilik iqtisadi kateqoriyadır və təbii ki, iqtisadiyyatın ən ciddi, ən mühüm kateqoriyalarından biri kimi çıxış edir. Çünki adətən biz deyirik, iqtisadiyyatdan danışanda biz deyirik ki, iqtisadiyyatın məqsədi mövcud məhdud resurslardan daha səmərəli istifadə etməklə cəmiyyətin ehtiyaclarını dolğun ödəməkdir. Və əgər sırf kommersiya sektoruna biz geçsək, bu daha az xərclə daha çox gəlir götürməyi nəzərdə tutur. Ancaq ictimai sektoru biz keçdikdə, yəni söhbət ictimai vəsaitlərdən gedirsə, dövlət büdcəsi vəsaitlərindən, dövlətin gəlirlərindən gedirsə, burada vəziyyət xeyli dərəcədə mürəkkəbləşir və biz bir-birinə bağlı, bu səmərəlilikdə bir-birinə bağlı iki ciddi kateqoriyaya diqqət yetirməliyik. Birincisi, qənaətlilikdir. Yəni, biz bu və ya digər fəaliyyət həyata keçirərkən nə dərəcədə xərclərə qənaət edirik, nə dərəcədə az xərclə bu işi əldə edirik. İkinci məsələ isə nəticəlilikdir. Yəni, öz-özlüyündə hələ xərclərin azaldılması heç də, belə deyək ki, tam səmərliliyi təmin etmək demək deyildir. Biz bu və ya digər iş nə üçün həyata keçiririksə, görülən iş nəticəsində həmin qarşıya qoyulan məqsədə nail olunubmu? Konkret misallarla biz bunu izah eləsək, məsələn, bizdə çox geniş yayılmış bir proqram var. Yenə həmin bu, təbii ki, dövlət gəlirlərinin artmasına, neft gəlirlərinə söykənir. Məktəblərin kompüterləşdirilməsi proqramı. Və bizdə adətən hesabatlar verilərkən deyilir ki, məsələn, əgər əvvəllər bizdə hər 1000 şagirdə bir kompüter düşürdüsə, artıq hər 30 şagirdə bir kompüter düşür və yaxud hesabat verilir, biz nə qədər məktəbə kompüter qoymuşuq. İlk başdan bunların heç biri nəticə və ya səmərlilik göstəricilərini xarakterizə eləmir. Sadəcə say göstərir, yəni vasitələri göstərir, biz nə iş görmüşük, yəni işi xarakterizə edir. Ancaq bunlardan qənaətliklə baxanda biz bilməliyik ki, hər bir kompüterin alışı nə qədər mümkün az xərclə başa gəlib. Əgər kompüterlər digərlərinə müqayisədə baha başa gəlibsə, daha baha alınıbsa, yəni burada əgər belə deyək ki, müxtəlif amillər təhlil olunur və həm korrupsiya, həm digər iqtisadi amillər və biz müəyyən edirik nə qədər qənaətlə biz bu işi görmüşük. İkinci bir məsələ, hələ kompüterin qoyulması məktəbə şərt deyil. Bu kompüterdən nə qədər istifadə olunur? Kompüterin qoyulmasından şagirdlər kompüter bilikləri əldə edə bilirlərmi? İnformasiya texnologiyalarının həqiqətən çıxışı olubmu və bu şagirdlərin bilik və bacarıqlarını nə qədər artırır? Artıq bu nəticədir. Yəni biz birinci həmin kompüterlərin nə qədər ucuz alınmasını, qoyulmasını, ikincisi isə bu kompüterlərin qoyulması nəticəsində şagirdlərin bilik və bacarıqlarının artması hansı dəyişikliklər olduğu əsasında biz səmərəli qiymətləndiririk. Bu, deyək ki, nəticələrdir və qeyd etdiyiniz qiymət və xərclərdir. Bunlara nəzarət, deyək ki, məktəblərin, valideynlərin şuraları mı, ya hansısa ictimai qurumları mı nəzarət etməlidir? Yoxsa ki, yəni dövlətin nəzarəti bu öz yerində. Təbii ki, ilkin nəzarət qaydasında ümumiyyətlə işi həyata keçirən orqanların özlərinin həm daxili nəzarəti var. Yəni belə deyək, bizdə dövlət büdcə vəsaitlərinin xərclənməsinə əgər Maliyyə Nazirliyi işçi qaydasına nəzarət edirsə, eyni zamanda dövlət qurumu var, Hesablama Palatası. Doğrudan da bu işlərin hər ikisinə eyni zamanda nəzarət etməlidir. Yəni Hesablama Palatasının bu gün büdcə xərcləri ilə bağlı verdiyi rəydə yalnız bu işlərin sadalanması deyil, həm də bu və digər istiqamətli xərclənən vəsaitlərin nə dərəcədə səmərəli, yəni həm qənaətlik baxımından, həm də nəticəlik baxımından nail olunduğu əksini tapmalıdır. Bu, dövlət nəzarət qaydasındadır. Lakin, dövlət nəzarəti, üzr istəyirəm, Azər müəllim, dövlət nəzarəti
Bax, bu iki institutun adını çəkdiniz də, Maliyyə Nazirliyi, bir də ki, Hesablama Palatası. Bunların gücü və real praktikada, bunlar deyək ki, bütün xərcləri əhatə edə bilirmi? Ümumiyyətlə, dövlət nəzarəti kifayət deyil. Yəni, bizim güc üçün çatmır. həm güc çatmır, həm də belə deyək ki, hətta bəzən burada məqsədlə yayınmalar da ola bilər, fəaliyyətin özündə yayınmalar ola bilər. Bu baxımdan bütün hallarda normal cəmiyyətlərdə, inkişaf edən demokratik cəmiyyətlərin hər birində, o cümlədən inkişaf etmək istəyən cəmiyyətlərdə vətəndaş cəmiyyəti bu proseslər hər zaman nəzarət edilir. Ona görə ki, biz bayaqdan danışırıq, ictimai vəsait deyəndə, yəni dövlət vəsait deyəndə, bu kiminsə şəxsi vəsaiti deyil, bu vətəndaşların hesabına toplanmış və yaxud xalqın sərvəti hesabına əldə olunmuş vəsaitlərdir və bunlar cəmiyyətin mənafeyinə istifadə olunur və təbii ki, cəmiyyət buna nəzarət etməlidir. Cəmiyyət də təbii ki, vətəndaş cəmiyyəti, vətəndaş qurumları, cəmiyyət qurumları vasitəsilə, yəni müxtəlif ekspertlər, müxtəlif qeyri-hökumət təşkilatları, mətbuat və digər siyasi partiyalar vasitəsilə bu gedən prosesləri nəzarət edir. Yəni keçən bizim iqtisadi forumunda biz bu belə deyək iştirakçılığın bir aləti olaraq ekspertizlə danışmışdıq. Yəni burada da ictimai iştirakçılığın belə deyək ki, formaları prosesdə hesabatlılığın və şəffaflığın artırılmasıdır. Buna da nail olmaq üçün hər zaman qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti monitorinq və qiymətləndirmələr aparır. Necə ki, hal-hazırda həm Milli Büdcə qrup, məsələn bizdə mədən sənayesi şəffaflığının artırılması koalisiyası, müxtəlif qeyri-hökumət təşkilatları, neft gəlirlərindən səmərəli istifadə koalisiyası, Himayət xanım yəni bu qurumların hər biri öz belə deyək, müxtəlif layihələr çərçivəsində çalışırlar ki, neft gəlirlərinin, ölkəyə daxilin böyük vəsaitlərin, həm də büdcə vəsaitlərinin istifadəsinin müxtəlif istiqamətləri barədə monitorinqlər həyata keçirsinlər və qiymətləndirmələr aparsınlar ki, bu inişlər nə dərəcədə səmərəli və belə deyək, həm qənaətlik baxımından, həm də nəticəlik baxımından həyata keçirilir. Azər müəllim, Himayət xanımın adını çəkdiniz, istinad etdiniz. Himayət xanım, təşkilatınız bax bu sahələrdə ya digər sahələrdə, tək təhsili yox, tək səhiyyə yox, bəlkə hansısa digər təhsillərdə, ümumiyyətlə bu monitorinqi haqqında qısa məlumat versəydiniz, xahiş edirəm. Bizim təşkilat 2003-cü ildən bəri neft gəlirlərinin xərclənməsinin monitorinqinin müxtəlif layihələr çərçivəsində həyata keçirilib. 2003-cü ildə biz neft fondundan qaçqın və məcburi köçkünlər üçün salınan şəhərciklərin tikintisinə xərclənən vəsaitin monitorinqini aparmışıq. Ondan sonra isə yenə də o qəsəbələrdə tikintilər başa çatdırılandan sonra köçürmə prosesinin özünü, sonra dövlət proqramı var, qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluq programının, məşğulluq probleminin həlli. Bu proqramı hər il vəsait yönəldilir neft fondundan. Ayrı-ayrı rayonlarda tikilən qəsəbələrin monitorinqini, qəsəbələrdəki vəziyyətin monitorinqini biz eləmişik. Məşğulluq proqramı, həmin proqramın məşğulluq hissəsi ilə bağlı vəziyyət necədir, bu barədə bizim monitorinqimiz olub və bunlar müxtəlif dövrlərdə həm mətbuat vasitəsilə cəmiyyətə açıqlanıb, həm də əlaqədar dövlət qurumlarına göndərilib, bəzi hallarda müzakirə olunub, sonra BMT-nin qaçqınların işi üzrə komitəsində bir dəfə müzakirə olunub bu monitorinqin nəticələri. Nəticələr barədə əgər əlavə məlumat istəyirsinizsə mən deyə bilərəm, amma ümumi bir, mən də Azər bəyin fikirlərini qüvvətləndirmək üçün monitorinq prosesinin özündə yaranan bəzi məsələləri qeyd etmək istəyirəm. Bu monitorinq gedişatında deyək ki, siz yəqin ki, dövlət qurumları ilə necəsə ünsiyyətdə olursunuz. Bir nöqsan görəndə onlara yəqin ki, deyirsiniz. Onlar reaksiyası necə olur? Ki, işimizə qarışmayın, yoxsa... Müxtəlif qurumların müxtəlif reaksiyası olub. Mən konkret olaraq deyə bilərəm ki, məsələn, biz monitorinq eləmişik səhiyyə sahəsində. Səhiyyə Nazirliyinin çox yaxşı əməkdaşlığımız olub. Hətta Nazir müavini səviyyəsində bu həm monitorinq nəticələrinin müzakirəsi olub. Konkret olaraq rəsmi cavab veriblər bizə, monitorinq üçün şərait yaradıblar. Sonradan monitorinqin nəticələrinin müzakirəsindən sonra həmin vəzifələr nə dərəcədə yerinə yetirilib. Bunu monitorinqini eləyirik. Neft gəlirləri ilə bağlı, ümumi vəsaitin istifadəsi ilə bağlı hər hansı bir ya tədqiqat, ya monitorinq eləyəndə xüsusi çətinliklər meydana gəlir. Bu, konkret olaraq onunla bağlı ki, tutaq ki, gəlirlərin necə, hara, necə, nə vaxt, hansı dövrdə, hansı problemin həllini yönəldilməsi. Bununla bağlı konkret olaraq bir nə qanun yoxdur. Neft vəsaiti konkret olaraq hara, nə vaxt xərclənməlidir. Nə, tutaq ki,
konkret Yox, olaraq axı o elə qanunu misal üçün söhbət neft Qabaqcadan vəsaitinin axı- necə istifadə Bəli, olunmasından söhbət mexanizm gedir. Mexanizm. Mexanizm o strategiya ilə bağlı sonradan ola bilər, amma Müamillər var. prinsiplərin müəyyənləşdiyi, normaların müəyyənləşdiyi, bu məsələni tənzimlədiyi bir qanun. Qanunlar bizə bilirsiniz ki, neft qanunvericiliyi prezident fərmanından ibarətdir, bir də ratifikasiya olunmuş müqavilələrdən ibarətdir. Amma məhz orada, bax, bayaq Azər bəy dedi, bəlkə səmərəliyin və şəffaflığın ən vacib atributlarından biri qərarların qəbulunda vətəndaş cəmiyyətinin iştirakçılığı məsələsidir. Bu vəsait həm də bizimdirsə, biz də onun o vəsait hara xərclənəcək, konkret onunla bağlı biz artıq mətbuatda prezident fərmanını oxuyuruq və bu fərmanı dəyişmək iqtidarında deyilik. Amma əvvəlcədən o müzakirələrdə, tutaq ki, qanun məhz onun üçün lazımdır ki, bu taleyüklü bir məsələdir. Neft məsələsi Azərbaycanın nəinki post-sovet dövründə, hətta post-sovet dövründə, daha doğrusu post-neft dövründə, hətta post-neft dövründən sonraki dövrdə də Azərbaycanın taleyini müəyyənləşdirən bir məsələdir. Özü bu günlər xüsusilə. Gəlirlərin necə idarə edəcəyimizdən bizim gələcəyimiz asılıdır. Ona görə o proses, tutaq ki, məhz qanun məsələsini Yəni qərar qəbul etmə prosesinin özündə vətəndaş cəmiyyəti iştirak eləməlidir. Biz bu prosesi iştirak eləyə bilmirik. Prezident fərmanı, bir qrup tərəfindən hazırlanır və prezident tərəfindən imzalanır, ictimaiyyət onu mətbuatda görür. Amma qanunda biraz fərqlidir. Qanun, deməli, Milli Məclisdə müzakirə olunur, sonra mətbuat vasitəsindən mütəxəssislər cəlb olunur, mətbuat vasitəsindən ictimaiyyət ona fikrini və təkliflərini verə bilir. Cəmiyyət sonda ona müəyyən qədər təsir göstərə bilir o qanuna. Və qanunda az-çox cəmiyyətin maraqlarının müdafiəsini tapmaq, təsir göstərmək mümkündür ki, cəmiyyətin mənafeyi orada müdafiə olunsun. Çox sağ. Əslində Sabit bəy, burada yəni çox vacibdir ki, məsələyə əvvəldən başlayıb axıra kimi müdaxilə eləmək imkanlarını biz vətəndaş cəmiyyəti olaraq əldə eləyək. Çünki bu idarəetmə məsələsidir, səmərəlilikdə, nəticəlilikdə və idarəetmədə ən vacib pillələrdən biri qərarların qəbuludur. Və bilirsiniz ki, qərarlar düzgün qəbul olunarsa, sonra onun yerinə yetirilməsində də vətəndaş cəmiyyəti iştirak eləməklə onun səmərəli və nəticəli, qənaətçil qiymətləndirmə aparılarsa, onda biz neft gəlirlərdən daha çox faydalana bilərik. Mesela bundan ibarətdir ki, bizdə neft gəlirlərinin hara xərclənməsi ilə bağlı qərarlar qəbulunda vətəndaş cəmiyyətinin iştirakçılıq səviyyəsi çox aşağıdır. Məsələn, biz dəfələrlə bəyan eləmişik. Bilirsiniz ki, Neft Fondunun İdarəetmə Şurası var və bu Müşahidə Şurası adlı bir təşkilatda vətəndaş cəmiyyətinin iştirakı ilə nəzərdə tutulubdur və bu istiqamətdə prezidentin özünün imzaladığı sənəd də var. Amma indiyə qədər vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycan Dövlət Neft Fondunun İdarəetmə Şurasında iştirakçılığı təmin edilmir. Oradan indi mən demirəm ki, qərarlar düzgün qəbul olunmur, bəlkə də doğrudan da düzgün qəbul olunur, bəlkə də o qərarlar daha yaxşı qəbul oluna bilər. Amma vətəndaş cəmiyyətinin orada olması qərarlara əhalinin etimadını artıra bilər ki, nə dərəcədə burada onun rəyi nəzərə alınıbdır. Məsələn, deyək ki, Azərbaycan Dövlət Neft Fondu qərar əsasında, Neft Fondunun büdcəsi əsasında biz hər il xaricdə demək, təhsil üçün vəsait ayırırıq. Və bu vəsait indi 10 milyon manat nəzərdə tutulub bu il üçün. Bu azdır, çoxdur, tələb nə qədərdir? Bəlkə 10 milyon yox, 20 milyon ayırmaq daha düzgün olardı. Bu 10 milyon nə qədər səmərəli istifadə olunur, bölüşdürülür. Yəni bu proses vətəndaş cəmiyyətinin iştirakçılığı ilə həyata keçirilərsə daha çox effekt verə bilər. Bu ki, qaldı bu neft gəlirlərinin digər pillələrdə istifadəsi məsələlərinə təbii ki, biz buna yalnız vətəndaş cəmiyyətinin iştirakçılığı zamanı sosial sifarişlər əsasında elə cəmaət istəyir, xalq istəyir, bu vəsait istifadə olunsun, onların sosial problemlərinin həllinə, yolların çəkilişinə o nöqteyi nəzərdən də yanaşa bilməli. Çünki neft gəlirlərinin üzərində qərar vermək səlahiyyəti yalnız bu nəslə məxsus deyil. Neft gəlirlərin də gələcək nəsillərin ondan istifadə eləmək imkanları və imtiyazları var və biz buna şərait yaratmalıyıq. Və bu günləri biz deyək ki, daha çox yollar tikirik, daha çox körpülər çəkirik, körpülər sarırıq və müəyyən istiqamətlərdə infrastruktur layihələrinə pul ayırırıq. Bu yaxşıdır. Bəzən sual olunur ki, bunun nəyi pisdir ki, yaxşı yoldur, rahat yoldur. Amma yaxşı yol ildə bir dəfə çəkilən yoldur da. Eyni yolu ildə 3 dəfə dəyişirlərsə, deməli burada yəqin ki, əvvəlki qərarda səhv olubdur. Və o qərar düzgün olmayanda sonradan ikinci, üçüncü dəfə ən səmərəli istifadə olunmuş vəsait də özünün, belə deyək ki, əhəmiyyətini itirir. Digər bir tərəfdən
Biz bu günləri neft gəlirlərinə malikik, çoxlu körpülər tikirik, yollar çəkirik və sabahları neft gəlirləri qutarandan sonra o körpülərin, yolların özünün istismar xərcləri var. Yəni ki, bunun təmiri ilə bağlı, bunun bərpası ilə bağlı. Biz nəzərə almalıyıq ki, bu xərcləri ödəmək üçün neft gəlirlərinin mövcud olmadığı şəraitdə Azərbaycanın yeni maliyyə ehtiyatları olmalıdır. Ona görə gəlirlər elə bölüşdürülməlidir ki, infrastruktur problemini də həll eləyək. Həm də ki, biraz məhsuldar sahəyə geçsin də, oradan bizə əlavə deməli qazanclar da gəlsin. Təbii ki, əlavə qazanclar gələndən sonra, onun kommersiya əhəmiyyəti artandan sonra biz neft gəlirləri bitən dövrdəki demək, problemləri də onların hesabına həll eləmə imkanlarına malik ola bilərik. Və mən hesab edirəm ki, doğrudan da bu neft gəlirlərinin istifadəsi məsələsi yalnız iqtisadi səmərəlilik nöqteyi nəzərindən qiymətləndirilə bilməz. Burada ictimai faydalılıq olmalıdır. Bunun faydasını hər bir vətəndaş hiss eləməlidir. Çünki bu bizim hamımızın sərvətidir və onun bölüşdürülməsi, onun xərclənməsi də mütləq vətəndaş cəmiyyətinin iştirakı ilə həyata keçirilməlidir. Yəni biz də İqtisadi Tədqiqatlar Mərkəzi olaraq neft gəlirlərinin xərclənməsi ilə bağlı müəyyən monitorinqlər aparırıq, ekspertizalar keçiririk. Amma təəssüflər olsun ki, xüsusilə də büdcə vəsaiti ilə bölüşdürülən demək, neft pullarında qeyri-şəffaflıq daha çoxdur. Məsələn, büdcə təsdiq olunur, onun 40%-ə qədəri investisiya xərclərindən ibarətdir, amma o investisiya xərclərinin bölgüsü ilə bağlı biz informasiya əldə edə bilmirik. Əgər bizim informasiyamız yoxdursa, onda o xərcləmələr üzərində necə nəzarət keçirəcəyik? Təbii ki, ilk növbədə ən vacib məsələlərdən biri hər bir vətəndaş cəmiyyətinin, hər bir vətəndaşın informasiya almaq azadlığını təmin etməkdir. Və bunun üçün müvafiq dövlət orqanları özlərinin səlahiyyətlərinə uyğun olaraq neft gəlirlərinin hara, kim tərəfindən və necə xərclənməsi ilə bağlı məlumatları ictimailəşdirməlidirlər. Bu günləri biz onun hara xərclənməsi ilə bağlı ümumi məlumatlara malikik. Necə xərclənməsi ilə bağlı sual yenə də açıq qalır. Kim tərəfindən xərclənməsi məsələsi də mütləq müsabiqələrdən keçməlidir. Tenderlər olmalıdır. Burada qalib gələn şirkətlər, tenderin nəticələri barəsində cəmiyyət məlumatlandırılmalıdır. Yoxsa mən hesab edirəm ki, bu şirkət daha yaxşı şirkətdir, daha çox iş görə bilər və neft gəlirlərini xərcləmə səlahiyyətini ona verim, sifarişi ona ötürüm, icraçı həmin şirkət olsun. Eyni işləri bir şirkətin potensialından həyata keçirək. Təbii ki, bu da hesab edirəm ki, neft gəlirlərinin xərcləməsinə səmərəliyi aşağı salan yanaşmalardır. Çox sağ olun Qubad müəllim. Fuad müəllim, siz deyəsən nəsə əlavə etmək istəyirsiniz. Buyurun. Mən Qubad müəllim o məsələlərə biraz toxundu. Mən tamamilə razıyam ki, ola bilər ki, hətta o neft fondunda toplanan vəsaitlərin idarə etməsində bəlkə bəzi dəyişikliklər, bəzi təcrübəni istifadə etmək lazımdır. Yadıma düşür, o Alyaska ştatının neft fondunu necə istifadə edirlər. Yəni, faktiki olaraq o vəsaitləri investisiya layihələrinə yerləşdiriblər və əldə olunan o faizlərlə yenidən o vəsaitləri bərpa ediblər və faizlərin bir hissəsini əhali arasında bölüşdürürlər. Mən nə üçün Qubad müəllimə razıyam onunla bəzi fikirləri ilə ki, bu neft gəlirlərini xərcləyən zamanı, xərcləməkdən qabaq bəlkəm də bir xalqın, insanların, hansısa regionların istəklərini də öyrənmək lazımdır. Bugünkü gündə 10 ildir hər il ölkənin vətəndaşları gözləyir ki, o Sovet vaxtından qalan borclar qaytarılacaq. Ancaq 100 milyonlarla hansısa layihələrə pul tapılır, bu pulları qaytarmağa heç mexanizm hələ də fikirləşməyiblər. Yəni, insanlar... Azərbaycan, mən səhv etmirəmsə, yeganə MDB ölkəsidir ki, bu problem hələ həll olunur. Yeganə. Burada ola bilər ki, siyasi problemlər də var, bu Qarabağ məsələsi də var, qaçqınlar məsələsi də var. Qarabağın özündə bu məsələ məndə olan məlumata görə artıq həll olunur. Çox qəribədir. Bizim bu qədər vəsait imkanımız, amma biz nədənsə bu məsələni... Yəni, yenə deyirəm də ki, bu ictimaiyyətin rəyi, ictimaiyyətin fikri, hansısa bir iri bir layihə keçirənətən bunun bir ictimai müzakirəsi təşkil olunmur. Bax, bu bir problemdir. İkinci, mən deyərdim ki, çox maraqlıdır bu səmərəlikdən danışanda. Dövlət sahibkarlığa yardım fondu var.
Faktiki olaraq dövlət dəstək verir kiçik və orta sahibkarlığa. Yəni sahibkarlıqdan. Yox, mən demək istəyirəm. Hər il 50-60 milyon təxminən vəsait kredit şəklində verilir. Gəlin baxaq. Yəni 120 milyon. Ola bilər. Mən qeyd edirəm, 500 mindən milyon yarımatan, hətta 2 milyonatan kredit verilir. Gəlin baxaq. Hər sahibkar necə ciddi biznes plan hazırlayır. Onu müdafiə edir ki, o vəsaiti əldə etsin. Sonra qısa müddətdə bu vəsaiti də qaytarır. Hələ dövlət büdcəsinə vergilər ödəyir. Bir də görürük, televizordan görürük də, müşahidə olunur. Qırmızı ledlər kəsilir, təntəni ilə müəssisələr açılır. Bu hesablama palatası 2 il bundan qabaq açılan müəssisənin bir monitoringini keçirib, nə qədər vergi ödəyib, bu pullar səmərəlilikdən danışırıq. Müəssisə açılıbsa, bu gərək fayda gətirsindir. Biz bilirik ki, bəzi müəssisələr, demirəm hamısı, bu gün 2 ildən sonra bağlanıblar, işləmirlər. O borcu qaytarırsa, artıq onun səmərəli və səmərəsiz istifadə etmə məsələsi müəssisənin özünün problemidir. Amma biz cəmiyyət üçün bunun səmərəli istifadəsindən danışırıq. Mən də deyirəm, ictimai vəsaitləri yerləşdirirlər, investisiya şəklində hansısa müəssisə açılır. Bir ildən sonra bu müəssisə bağlanır. Səmərəlilikdən söhbət eləyə bilərikmi? Məsələ belədir ki, Azərbaycan az ölkələrdən biridir ki, onun qanunvericiliyində ictimai vəsaitlərin istifadəsi ilə bağlı səmərəlilik məsələlərinə bağlı heç bir məsuliyyət mexanizmi yoxdur. Təsəvvür edin ki, əksər ölkələrin büdcə məcəllələrində bu büdcə vəsaitlərin istifadəsi səmərəlilik məsələsi xüsusi olaraq geniş özdə indikatorlar vasitəsilə orada müəyyən olunur, tələblər qoyulur. Bəli, ictimai iştirakçılar. Ancaq bizim qanunvericiliyimizdə belə bir tələblər yoxdur. Və bu gün ümumiyyətlə dövlət qurumlarının, bu büdcə vəsaitlərindən istifadə edən şəxslərin, qurumların bu vəsaitlərin səmərəliliyin istifadəsinə heç bir məsuliyyət mexanizmi yoxdur. Və yəni bu dövlətin məsuliyyət mexanizmləri olmadığı bir şəraitdə təbii ki, vətəndaş cəmiyyəti üçün müəyyən mexanizmlərin yaradılması elə absurd görünür. Çünki dövlət birinci məsuliyyəti özlərinə götürməlidir. Məsələn, bir neçə misal çəkək. Ən bahalı layihələrdən biri Oğuz-Qəbələ-Bakı su kəməri məsələsi. Bu kəmər elan olunanda dedilər ki, uzağı 2 il müddətinə, yəni bu artıq 2008-ci ilin yayında istifadəyə verilməli idi və bunun elan olmuş layihə dəyəri, ikinci dəfə elan olan layihə dəyəri hardasa 450 milyon manat olmalı idi. Bu günə kimi layihə davam edir. Hələ də sona çatma mərasimi məlum deyil. Artıq elan olunmuş açıqlamalı 747 milyon manata çatıb. Yəni faktiki 2 dəfə artıb. Lakin heç bir açıqlama vermir ki, nə ilə bağlı ləngimə və vəsaitin artması nə ilə Bəlkə də obyektiv səbəbləri var. Cəmiyyətə açıqlanmalıdır. İkinci bir səbəb. Bakı şəhərində tikilən müxtəlif körpülərin ilkin elan olunan dəyəri ilə onlar istifadəyə veriləndə elan olunan dəyərlər arasında 2-3 dəfə fərq olur və heç bir dəfə də izahat verilmir. Yəni bax bu cür, yenə deyirəm ki, məsuliyyət mexanizmi birinci hökumətin, dövlət qurumlarının məsuliyyət mexanizmləri işlənməlidir. Və bu məsələdə təbii ki, mən də razıyam ki, fərqi yoxdur ki, bu vəsait həm də sahibkar qurumlarına aiddir. Dövlət büdcəsindən ayrılan hər bir manat vəsaitin çox dəqiq səmərəli qiymətləndirilməlidir. Həm qənaətlik baxımından, həm də nəticəlilik baxımından. Nəticə də, bayaqlar Qubad mən burada düz edir, nəticə mütləq əhalinin rifah halına göstərməlidir. Körpünün tikilməsi heç bir halda məqsəd deyil. Körpü yalnız vasitədir. Yəni, körpü tikilməklə həmin ərazidə maşınların sürətli getməsinə, qəzaların aradan qalmasına şərait yaradılır ki, insanlar daha rahat yol hərəkəti qaydasına geçsin, insanların xərcləri azalsın, insanların əsəbləri xarab olmasın və s. və ilə. Yəni, bax, bu cür hallarda heç bir halda biz körpü tikilməklə, binanın üzünün hörülməsi ilə, yəni bu cür vəsaitlərlə biz hesabat verə bilmərik. Bizdə hökumətin hesabatlarına diqqət yetirin, o cümlədən Hesablama Palatasının. Yalnız büdcə vəsaitlərin hara xərclənməsi haqqında məlumat verilir və nələrin tikilməsi haqqında məlumat verilir. Ancaq artıq bütün dünyada proqram yeni norma yaranıbdır və hesab edirəm ki, öz qanunlarına onlarda hörmət hissi 100 illərdir formalaşıbdır. Ən azı bundan sonra biz onu Azərbaycanda da hiss eləyəcəyik və mən inanıram ki, onların artıq bundan sonraki mərhələdəki fəaliyyətlərində dəyişikliklər olacaq. Xüsusilə də hesabatlıq nöqteyi nəzərindən. Çünki biz Azərbaycan vətəndaşı olaraq həm də bilmək istəyirik ki, bu şirkətlər özləri nə qədər qazanırlar buradan. Azərbaycanın mənfəət neftindən onlara nə qədər pay düşür. Ümumiyyətlə, bunların Azərbaycan dövlət büdcəsinin formalaşmasında rolu nədən ibarətdir, məşğulluqda yeri nə qədər ibarətdir, pensiya fonduna nə ödəmələr eləyirlər və belə açıqlamalar elə şirkətlərin özü üçün də yaxşıdır ki, ən azı vətəndaş cəmiyyəti vasitəsilə ona bir etimad formalaşır və bunlar öz fəaliyyətlərini daha yaxşı qura bilirlər. O baxımdan hesab edirəm ki, yeni mərhələdə biz vətəndaş cəmiyyəti də
bu istiqamətdə şirkətlərlə daha sıx və geniş əməkdaşlığa üstünlük verməliyik və bu şirkətlər tərəfindən açıqlanan məlumatlar bizim təhlil imkanlarımızı da genişləndirir. O zaman biz ekspert olaraq həm də şirkətlərin ödəmələri ilə bizim dövlətin aldıqları arasındakı müqayisəni daha dərin təhlilə deməli, aparıb çıxara biləcəyik və hər bir şirkətin rolunu, yerini, dəyərini də verə biləcəyik. Bu baxımdan mən hesab edirəm ki, Azərbaycanın hazırki dövrü neft gəlirlərinin artan bir dövrüdür və artıq statistika göstərir ki, yaxın 3 ildə də neft gəlirlərini biz artıra biləcəyik. O halda ki, dünya bazarındakı orta qiymət indiki səviyyədən yüksək olsun. Çünki hasilat az da olsa növbəti illərdə artıma meyillidir. Və mən hesab edirəm ki, indən sonra daha böyük gəlirlərin xərclənməsi bizim qarşımızda bir öhdəlik kimi durur. Çox sağ olun, Qubad bəy. Bayaq siz qeyd etdiniz ümumi gəlirlər haqqında və xərclər haqqında. Bugünə Neft Fondunun məlumatına görə xərclənən vəsaitin həcmi təxminən 12, yəni bugün, bu ilin əvvəl, cəmi xərclər bu ilin əvvəlinə 2001-dən başlanıb xərclər Neft Fondundan. Bu ilin əvvəlinə 12 milyard 348 manat təşkil edir. Eyni zamanda xərclənməsi barəsində qərar verilən vəsaitlərdə o daxil elədim və 20 milyarda çatdım. Çünki bildiyiniz kimi 5,9 milyardı büdcə verəcəyik. Yerdə qalan digər vəsaitlərdə. Bu ilki xərcləmələri də daxil edəndə təxminən 20 milyarddan sonra. Həm daxil neft gəlirləri hamısı neft fondunda cəmlənmir. Birbaşa büdcəyə gələn vəsaitlər var. Neft şirkətinin əldə etdiyi vəsaitlər var. Sadi bəy, çox ilginc bir məsələ var. Əgər büdcənin icrası barədə ötən ilki məsələn 2009-cu ilin büdcənin icrası haqqında qanun mayda Milli Məclisdə təsdiq olunduğu halda Neft Fondunun ötən ilki büdcəsinin icrası ilə bağlı məsələ yalnız bu ilin iyulunda təsdiq olunur. Yəni 6 ay ərzində Neft Fondu özümüz bilirik ki, Neft Fondundan əsas vəsaitin əsas hissəsi büdcəyə transfert olunur. Yalnız bir neçə layihələr var ki, oradan birbaşa vəsait ayrılır. Yəni fonddan belə bir vəziyyətdə fondun illik fəaliyyətinin icrası haqqında yekunların hazırlanması və təsdiq olunması üçün doğrudan 6 ay zaman lazımdır. Yəni bu məsələnin bu cür ləngiməsi özü təbii ki, ictimaiyyətdə bir narahatlıq yaratmalıdır. Bilirsiniz, biz söhbət əsnasında daha çox Neft Fonduna daxil olan gəlirlərdən danışırıq. Yəqin ona görə ki, Neft Fondu ümumiyyətlə dövlət qurumları arasında hesab etmək olar ki, ən şəffafdır. Hələ bu şəffaflıq davam etməlidir ki, vaxtında hesabat verilməlidir. Ona görə də Neft Fondu ümumiyyətlə bu gəlirlərlə ictimai təşkilatdır əslində qalsa və cəmiyyətin gözləntiləri çoxdur. İctimai təşkilat yəni dövlət təşkilatıdır, amma ictimai əhəmiyyətli təşkilatdır və biz səmərəli istifadə məsələsində elə ən düzgün qərarı onda verdik ki, Neft Fondunu yaratdıq. Və bugün Neft Fondu olmasaydı, vəsaitlər hara daxil olacaqdı, harada cəmlənəcəkdi, necə xərclənəcəkdi, onunla bağlı ümumiyyətlə bayaq sadaladığımız rəqəmlər haqqında da danışa bilməyəcəkdik. Yəni bu çox düzgün qərar idi ki, 99-cu ildə belə bir fond yarandı. Təbii ki, indi Azərbaycan Neft Fondunun da elə böyük təcrübəsi yoxdur, təxminən 10 yaşı var. Yəni arzu edək ki, digər dövlət qurumları da elə Neft Fondu kimi yəni məlumatları öz veb səhifələrində aşkarlasınlar. Çünki doğrudan da Neft Fondunun fəaliyyətinə dair bir çox, demirəm hamısı məlumatın, amma vətəndaşı və ekspertləri, necə deyim, böyük qismdə qane edən məlumatlar var. Düzdür, dərin təhlillər üçün bəlkə nəsə çatışmır və s. Amma digər nazirliklərin aşkar etdikləri, deyək ki, maliyyə fəaliyyətidir, hesabatlılıqdır və s. müqayisə olunmaz. Biz burada da iki şey qarşılayırıq. Və bir şey də biz yəqin qeyd etməliyik ki, axı vətəndaş cəmiyyətinin bu qurumla əməkdaşlığı heç bir qurumla əməkdaşlıqla müqayisə olunmaz deyil. Biz burada bir şey də nəzərə almalıyıq ki, Neft Fondu vəsaitlər daxil olması və xərclənməsi haqqında məlumat verir. Lakin Neft Fonduna layihələr ki, maliyyələşir, onların heç birinə maliyyə nəzarət etmək Neft Fondunun imkanında deyil. Yəni bu Neft Fondunun kənarında... Neft Fondu vəsaiti ayırır. Yəni büdcəyə vəsaiti ayırırdı. Neftdən gələn gəlir büdcə vasitəsilə xərclənir, artıq maliyyə qurumları, digər maliyyə qurumları, Hesablama Palatası tərəfindən və ictimaiyyət tərəfindən nəzarət olmalıdır. O cümlədən Neft Fondu layihəyə vəsaiti ayırır, lakin o layihənin necə icra olunması, vəsaitlərin necə səmərəli istifadə olunması məsələsi Neft Fondunun təsir etmə imkanı yoxdur. Yəni onun işi vəsaiti ayırmaq, o da bu barədə hesabat verir. Yəni biz bunu da nəzərə almalıyıq. Yəni iqtisadi məlumatların aşkarlanmasına dair, yəni biz əsas qanunu qeyd edə bilərik də.
informasiya azadlığı haqqında, düzdür, başqa cür adı, rəsmi adı İnformasiya əldə etmək haqqında, əldə etmək qanun, haqqında. bəli. Yəni, həmin qanuna əsasən bütün nazirliklər öz veb səhifələrində geniş məlumatı aşkarlamalıdırlar. Amma nazirliklər bir-birinə xeyli fərqlənir. Yəni, bax, burada ola bilsin ki, bizi eşidirlər. Biz çox arzulardıq ki, neft fondu qədər heç olmasa, yəni ona yaxınlaşmaq lazımdır. Çünki bu ictimai müzakirələr yalnız ölkəmizin xeyrinədir. Ölkəmizin xeyrinədir. Yəni, bu müzakirələr zamanı, ictimai dinləmələr zamanı hansısa nöqsanlar görünür, hansısa risklər azaldılır. Ona görə çox vacibdir. Fuad müəllim, deyəsən nə siz əlavə etmək istəyirsiniz? Mən sadəcə demək istəyərdim ki, neft gəlirlərini siz deyirsiniz ki, neft gəlirlərinin səmərəli xərcləməyi. Bəli. Deməli, xərclərdən söhbət gedir. Xərcləmə də bizdə əsasən dövlət büdcəsindən gedir. Mən mövzuya uyğun... Deyəsən, Himayət xanım bayaqdan... Buyurun, Himayət xanım. Xərclərdən söhbət yeri gəlmişkən deyək ki, bu neft gəlirlərinin xərcləməsi ilə bağlı məsələ, bilirsiniz ki, neft gəlirlərinin uzun müddətli istifadə məsələsimiz idarə etməsi ilə bağlı bir strategiya var 2004-cü ildə təsdiq olunur. Nazirlər Kabineti tərəfindən. Və 7 səhvləməmizə istiqamət müəyyənləşib ki, bu istiqamətlərə vəsait xərclənəcək. Amma indiyə qədər o xərcləmənin hansı mexanizmlə həyata keçirilməsi və prioritetləşmə aparılmayıb. İlk növbədə nəyə xərclənməlidir bu vəsait, niyə bu sahəyə xərclənməlidir, nə qədər vəsait xərclənməlidir. Bu iş onu hələ görülmür. prioritetləndirmək ümumiyyətlə mümkündür. Mümkündür, təbii ki, mümkündür. Çünki ildən ilə situasiya dəyişir. Deyək ki, bu illəri bəlkə gələn il qaçqınların problemi daha ağır olacaq, ya Allah eləməsin. Ya deyək ki, hansısa Qarabağ məsələləri orada belə bir məsələ var da, siz xatırlayırsınızsa biz 2003-cü ildə neft gəlirlərinin səmərəli idarə etməsi ilə bağlı bir model hazırlamışdıq. O model nəzərdə tutur ki, bu hesablanmalar hər il aparılmalıdır, çevik bir şey olur. Tutaq ki, birinci ildə ola bilsin ki, bizim prioritetimiz sosial sahəyə vəsaitin yönəldilməsi olsun. Yer gəlmişkən 2003-cü il üçün elə bizdə sosial sahəyə vəsaitin yönəldilməsi daha effektiv hesab olunurdu. Ona görə ki, o dövrdə sosial sahəyə yönəldilən vəsait 1 manat, o multiplikativ effekt olaraq 7 manat yaradırdı. Amma tutaq ki, istehsalata yönəldilən vəsait 1 manat, 3 manat yaradırdı. Ona görə ilk növbədə birinci il üçün sosial sahəyə vəsaitin yönəldilməsi nəzərdə tutulurdu. Təklif olunurdu daha doğrusu. Bu cür modellərdən istifadənin prioritetləşmə təbii ki, mümkündür. Biz keçən ildə elə neft gəlirlərinin səmərəli istifadəsi ilə bağlı bir sıra tədqiqatlar apardıq və Azərbaycan iqtisadiyyatının klasterləşməsi ilə bağlı bir təkliflə çıxış elədik. Yazısı biz sizin verilişinizdə bu barədə danışmışdıq. O zaman da biz hesab edirik ki, bayaq Qubad bəy də qeyd elədi ki, yaxın müddətdə, yəni tarix üçün çox qısa müddətdə, 20-25 il, 10 il, yaxın müddətdə bizim neft gəlirlərimiz əhəmiyyətli dərəcədə azalacaq və bizim büdcəmiz də neft gəlirləri hesabına bilirsiniz ki, getdikcə artır, digər xərclərimiz də böyük layihələrə maliyyə qoyuruq və s. Gəlirlər illik gəlirik azalacaq, amma kumulativ o toplanan gəlir o... Amma biz əgər xərclənməni bu templə və bu istiqamətlərə xərcləyəriksə, bizim bir müddət sonra neft vəsaitlərimizin tükənməsi məsələsi də ortaya çıxa bilər. Və çıxacaq. 20-30 il yəni. Amma yəni biz bu günlər, məhz bu günlər neft vəsaitlərini hansı sahəyə yönəltməliyik ki, o gəlirlər bir müddətdən sonra neft gəlirlərini əvəz eləyə bilsin. Gəlirlər tükənən vaxt o gəlirləri əvəz eləyə bilsin və bugün məhz o işlər görülməlidir. Çox sağ olun, Himayət xanım. Mən üzr istəyirəm. Mən bilirəm, siz çox danışa bilərsiniz. Amma mənə işarə edilir ki, verilişimizin vaxtı qutarmaq üzrədir. Hörmətli tamaşaçılar, təəssüflər olsun ki, bu maraqlı söhbətə biz yekun verməliyik. Mən istərdim sonda bəlkə kimsə sözü qalıb demək istədiyi. Buyurun. Yaxşı olar ki, biz gəlirlərin xərclənməsi məsələsində əlavə dəyərin yaradılması məsələsinə diqqət yetirək. Çünki gəlirlər xərclənir, eyni zamanda neft gəlirləri bayaq qeyd olunduğu kimi müəyyən müddətdən sonra azalır. Əgər o yığılmış gəlirlər artsa da, bizə lazımdır ki, artıq qeyri-neft gəlirlərinin hesabına, biz iqtisadiyyatımızın inkişafına töhfələr verək. O baxımdan yeni yaradılan dəyərlərə
məhsuldar, kommersiya əhəmiyyətli layihələrə təbii ki, bunu yalnız dövlət eləməli deyil, həm də burada biznesin iştirakı vacibdir. Neftkarların yönəldilməsi onun daha səmərəli istifadəsinə gətirib çıxara bilər. Çox sağ olun. Buyurun, daha heç kim? Çox sağ olun. Hörmətli iştirakçılar, siz buyurun, Fuad müəllim. Mən deyərdim ki, bugünkü gündə bu iqtisadiyyat ki, qloballaşır. Hər bir ölkə bu ümumi dünya iqtisadiyyatında elə bil öz mövqeyini, öz nişasını tapır və ixtisaslaşır. Sözün düzü mən dəstəkləyirəm. Bugünkü gündə bizim hökumət bəzi addımlar görür ki, bu külək, günəş, yəni energetika sahəsini, alternativ energetika sahəsinə vəsait yönəldir ki, inkişaf etdirsin. Bəlkə də Azərbaycanın gələcəkdə ilə mövqeyi, yeri ilə bu alternativ energetikada ola bilər. Çox sağ olun, Fuad müəllim. Hörmətli tamaşaçılar, verilişimiz bitmək üzrədir. Nələri son olaraq bir daha qeyd etmək istərdik? Birincisi, təbii ki, bu böyük həcmdə gəlirlər hamımızın marağında olmalı. Yəni, bu ümummilli sərvətdir ki, bunun sayəsində bu gəlirlər əldə olunur. Yəqin ki, maraqlanmalıyıq. Necə xərclənir, hara xərclənir? Çünki gələcək nəsillərimiz də gərək bəhrələnsin bu gəlirlərdən. Onların da haqqı var. Ona görə, bax, bu marağımızı artırmalıyıq, suallar verməliyik və çalışmalıyıq ki, məlumatlar daha geniş yayılsın, açıqlansın ki, belə bizim imkanlar olsun təhlil üçün. Ümumiyyətlə, mən verilişin əvvəlində də qeyd etdim, nailiyyətlərimiz az deyil. Nailiyyətlərimiz az deyil. Həm aşkarlıq sahəsində, bu mədən sənayesində şəffaflıq təşəbbüsündə Azərbaycanın pozisiyası. Amma çox yaxşı olar ki, biz daha da irəli gedək. Xərclərlə əlaqəli açıqlamalar daha çoxalsın, təhlillər, vətəndaş iştirakçılığı. Yəni, bax, bunların hamısına böyük ehtiyac var. Çünki səmərə nə qədər yüksək olsa, bir o qədər də biz daha böyük həcmdə işlər görə bilərik. Xalqımızın rifahı daha yüksək səviyyələrə çatdırıla bilər və s. Gəlin bu məsələlərlə maraqlanaq. Verilişin sonu olaraq mən bir də